Salam, 27 aprel 2025-ci ilə 9-ların buraxılış imtahanına düşən sualların izahına baxaq. Birinci sual, deməli, modulda mənfi 7,5 çıxılsın 3,3. Mənfi 7,5-in modulu bilirik ki, elə müsbət 7,5-dir. Çıxılsın 3,3-ün modulu elə özüdür, bölünsün 2. Məxrəci olduğu kimi saxlayırıq. 7,5-dən 3,3 çıxanda, 5-dən 3 çıxanda 2, 7-dən 3 çıxanda 4. Doğru cavab 2,1 C variantı. 58-ci sualda 2x kiçik bərabər 8-dir. Deməli, bərabərsinin hər tərəfini 2-yə bölsək, onda alarıq ki, x kiçik bərabərdir, 8-i 2-yə böləndə 4. Bu şərti öyrəyən ədədləri bizdən soruşur. 2 4-dən kiçik bərabərdir, 4 özü də 4-dən kiçik bərabərdir və 0 4-dən kiçik bərabərdir. 1, 2, 5. B variantı doğru cavab. 59-cu sual. Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabir 39, Vahidə isə bütün qələmlərin 48%-i çatdı. Demək, Sabir, bir də Vahid. Müəyyən sayda qələmi ilə böldülər ki, Sabirə 39 qələm çatdı, Vahidə isə bütün qələmlərin 48%-i. Qəbul eləyək ki, ümumi qələmlərin sayı x-dir, onda Vahidə çatır 0,48 x, yəni x-in 48%-i. Onda biz yaza bilərik ki, ümumi qələmlərin sayı çıxılsın, Vahidə çatan qələmlərin sayı bərabərdir Sabirdə olan qələmlərin sayı. 1x-dan %48x çıxanda qalar %52x bərabərdir 39. Buradan da x bərabər 39-u %52-yə bölsək 75 və bizdən də nə qədər qələm var deyə soruşur? 75. Demək, bu belə. 60-cı sual. Mötərizənin içərisində ortaq məxrəcə getsə, əvvəlcə düzgün olmayan kəsrə çevirək. Mötərizənin içərisinin 2 üçün 6 o da 1, 7 çıxılsın. 1, 9-un 9 o da 1, 10. Bərabərdir, ortaq məxrəc 9-dur. 3-ə bölünür 3 dəfə. 3, 7-nin 21 çıxılsın. 9, 9-a 1 dəfə bölünür. Bu oldu 9-da 11. Vurulsun. Ardıca. Növbəti kəsri düzgün olmayan kəsrə çevirsək 3-də 22 olur. 3-də 22 olur. Bölmədə kəsrlərin yeri dəyişdiyi üçün olur 22-də 3. O da bərabərdir. 11 və 22 ixtisar gedir 2 qalır. 9 ilə 3 ixtisar gedir 3 qalır. Olur 6-da 1. Ardıca isə çıxılsın 4-də 3 var. Bərabərdir. 6 ilə 4-ün ortaq məxrəci 12-dir. 12-ni 6-ya bölsək 2 dəfə, 12-ni 4-ə bölsək 3 dəfə. Deməli, toplamaydı burada, üstə gəlmə. 2, 1-in 2, 3 üçün 9 oldu. 12-də 11. B variantı. 61-ci sual müxtəsər vurma düsturlarında 1-ci mötərizə A plus B-nin kvadratının açılışıdır. Olacaq 1-cinin kvadratı 4x üstü 4. Üstə gəl hasillərinin 2 misli. 2-ni 2-yə 4, 4-ü 3-ə vursaq 12x kvadrat y. Üstə gəl 2-cinin kvadratı. Üstə gəl növbəti 2 mötərizə isə A kvadrat çıx B kvadratdır. Birinci bizdə 2x kvadrat gəlir. Onun kvadratı 4x üstü 4. Çıxılsın 3y-in kvadratı 9y kvadrat. 9y kvadratlar islah olur. 4x-ları toplasaq olur 8x üstü 4. Üstə gəl 12x kvadrat y. Yəni A variantı. 62-ci sual. Sinifdəki şagirdlərin sayı 30-dan çox. X kiçikdir 40-dan, 30-dan isə çoxdur. Deməli 30 ilə 40 arasında yerləşir. Onları həm 2-2, həm də 3-3 oturtmaq olur. Yəni bir növ belə deyək, bunların əkobudur. 2 ilə 3-ün əkobunu tapırıq. Bu 6 eləyir. Sadəcə 30 və 40 arasında 6-ya bölünən ədəd 36 olacaq B variantı. Növbəti 63-cü sual. İxtisarlara aparmalıyıq. 15-i 5-ə bölsək 3 dəfə, 25-i 5-ə bölsək 5 dəfə. X kvadratlar ixtisar gedir. Y-lər ixtisar gedir. 1y yuxarıda qalır. Burada da A-lar ixtisar gedir. Deməli, bizim kəsirimizin surətində 3y vur 2. Məxrəcdə isə A-dan 7 dənə qalıb, bir də 5 qalıb. Yəni 6y bölünsün 5, A üstü 7, C variantı. 64-cü sual. Biraz burada pis görünür. Deməli, biz bunu birinci belə yazaq. Y minus x bərabərdir 10. İkincidə yer dəyişmə ilə y plus 2x bərabər mənfi 23 şəklində yaza bilərik. Demək, biz birinci tənliyi 3-ə vursaq, bizə lazım olan ifadəni taparıq. Bizdən 4y çıxılsın, x-i soruşur. Birinci tənliyi 3-ə vursaq, onlar 3y minus 3x bərabərdir 30. İkinci tənliyi olduğu kimi saxlasaq, mənfi 23.
Və bunları alt-alta toplasaq, alınar 4y minus x bərabərdir 7y variantı. Düzdür, bunu başqa cür eləmək olar. Bunu görmək lazımdır. Bunu başa düşməsəz, misal üçün biz birinci tənliyi 2-yə vurub, tərəf-tərəfə toplayıb x-ları yox edib y-i tapardıq. Yerinə yazıb x-i də tapa bilərdik. 65-ci sualda AD parçasının uzunluğun, bütöv parçanın uzunluğun bizə verib 15. AB 7-dir və BC parçasının CD-yə bərabər olduğunu deyib. Deməli, biz əvvəlcə 15-dən 7-ni çıxarıq, qalar 8. O 8-in yarısı düşər BC-yə, yarısı da düşər CD-yə. Bizdən BC-ni soruşur. Doğru cavab 4 cm. 66-cı sual. Gördüyümüz düz xətt koordinat başlanğıcından keçdiyi üçün onun tənliyi y bərabərdir kx şəklindədir. Bizdə ordinat y 4-dür. X-imizin qiyməti 3-dür. Onda buradan k bərabərdir. Daha doğrusu 2-dir. X-imiz 4-ü 2-yə bölsək, k-nın qiymətini biz 2 taparıq. 67-ci sual. Əbob 32-68 vurulsun əkob 32-68. Eyni ədədlərin əkobu ilə əbobunun hasili elə həmin ədədlərin öz hasilinə bərabərdir. 32 vurulsun 68 olacaq. 67-ci sualda demək D variantı 2176. Yenə vurub yoxlayaq 32, 68, 8 üçün 16, 1 yadda, 8 üçün 24, 25, 6 üçün 12, 6 üçün 18, 19, 6, 7, 1, 2. Aha. 68-ci sualda ölçüləri verilən paralelipedin tam səthinin sahəsi. Düzbucaqlı paralelipedin tam səthinin sahəsi 2 vurulsun AB, üstə gəl AC, üstə gəl BC idi. Bu ABC onun xətti ölçüləridir. 2 vurulsun 3 vur 5, üstə gəl 5 vur 8, üstə gəl 3 vur 8. 2 vurulsun 3 5-in 15, 5 8-in 40, 3 8-in 24. Deməli 15 üstə 40 gəlsək 55, 55 o da 24, 79 vurulsun 2, 2 9-un 18, 2 7-in 14, o da 1, 15, 158 Y variantı. 69-cu sual. Radiusu 19 olan çevrənin mərkəzindən 25 cm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafə. Deməli, burada şəkil çəkilib. Bu mərkəzimiz radius 19-dur və mərkəzdən 25 cm məsafədə olan nöqtə elə buradır. Bizdə radius 19-dur. Həmin nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni soruşur. Elə bizdən bunu soruşur. X bərabərdir 25 çıxılsın 19, yəni 6. 70-ci sual. Tərəfi 10 olan kvadratın n nöqtələri uyğun olaraq tərəflərin orta nöqtələrdir bizə deyib. Deməli, yəni BM MC-yə, CN də ND-yə bərabərdir. Tərəf 10-dur. Onda yarı-yarı bölünür 5, 5. CN ilə ND də 5, 5-dir. Bu rəngli fiqurun sahəsini tapmaq üçün biz ümumi kvadratın sahəsini tapmalıyıq. Kvadratın sahəsi tərəfin kvadratıdır. Bu 100 olur. 2 dənə orada üçbucaq görürük. Nöqtə qoyduğum üçbucaqlar və hər birinin sahəsi bərabərdir. Onda o da düzbucaqlı üçbucaqdır deyə katetlər hasilinin yarısı olacaq. Yəni biz 100-dən çıxarıq 2 dənə 25-i. Bu da olacaq 50. 71-ci sual. 2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xallar cəminin 6-dan kiçik olmaması ehtimalını soruşur. Deməli 1 ilə başlayan hansı zərdəki xallar 1, 2, 3, 4, 5, 6-dır. Hansı xallar 6-dan toplasaq hansı 2 dənədədir? 6-dan kiçik olmaz. 6-dan kiçik olmaması. Misal üçün 1, 5 ola bilər. Bunların cəmi 6-dan kiçik deyil. 1, 6 ola bilər. Sonra burada ola bilər 1, 5, 1, 6. Ola bilər 2, 4 olsun. 2, 5 olsun. 2, 6 olsun. 3 ilə başlayan 3 ola bilər, 3, 4 ola bilər, 3, 5 ola bilər, 3, 6 ola bilər, 4 ilə başlayan 4, 2 ola bilər, 4, 3 ola bilər, 4, 4, 4, 5, 4, 6 ola bilər. 5 ilə başlayan, biz belə deyə bilərdik, altdan kiçikləri tapıb 1-dən çıxa bilərdik, əslində belə də olardı. 4, 6, sonra 5, 1 ola bilər, 5, 2, 5, 3, 5, 4, 5, 5, 5, 6, bunların cəmi altdan kiçik deyil. 6, 1, 6, 2, 6, 3, 6, 4, 6, 5, 6, 6. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. 2 zər atılarsa mümkün halların sayı 36, əlverişli halların sayı 26 oldu. Doğru cavab 18-də 13 ixtisardan sonra. B variantı. 72-ci sual. Aralardakı məsafə 2-dir. 2 nöqtə arasındakı məsafənin düsturu belə idi. Kökün altında ordinatlar fərqinin kvadratı üstə gəl absislər fərqinin
kvadratı şəklində idi. Kökün altında bərabərdir 2-yə. Altdan 4 çıxanda 2 kvadratı olur 4. Üstə gəl y minus 5-in kvadratı bərabərdir 2-yə. Hər tərəfini kvadrata yüksəltsək 4. Üstə gəl y minus 5-in kvadratı bərabərdir 4. Buradan y minus 5-in kvadratı bərabərdir 0. Elə y minus 5 demək 0 imiş. Yəni y-imiz 5-dir. 73-cü sual. Kazım öz puluna 8 dəftər, 8D yazay və 5 karandaş ala bilir, 5K yazıram və yaxud 6 dəftər, 8 karandaş ala bilir. Məlum ki, bunlar bərabərdir, çünki öz puluna alıb. Dəftərləri bir tərəfə yığsaq D-ləri olar 2D, K-ları bir tərəfə yığsaq olar 3K, yəni 3 karandaş. Burada biz nə edirik? Dəftərə, misal üçün, ən azı 3 deyə bilərik, karandaşa ən azı 2 deyə bilərik. Əslində, bu 3M, 2M şəklindədir. Və soruşur, dəftərin qiyməti, karandaşın qiymətindən neçə dəfə çoxdur? 3-ü bölürük 2-yə, 1,5 dəfə. 74-cü sual. Bərabər yanlı 3 bucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu. Bərabər yanlı 3 bucaqda yan tərəfə paralel olan orta xətt budur. Uzunluğu 4-dür. Biz bilirik ki, oturacağı orta xətt paralel olduğu tərəfin yarısı onda yan tərəflər 8, 8 olur. Ümumi perimetri 22 verdiyi üçün 22-dən çıxarıq 2 dənə 8-i. Bu da 6 olar. Deməli, oturacaq 6 imiş. Sonra 75-ci sual. Dərəcələr eyni olduğu üçün kök altı ifadələr. Bir kökün altında bunları vurarıq bir-birinə. 6 plus 2 kökdə 5, 6 minus 2 kökdə 5. Dərəcə qalır olduğu kimi. Bu A kvadrat çıx B kvadratdır. Birincinin kvadratı 36 edir. 2 kökdə 5-in kvadratı isə 20 edir. Olur 4-cü dərəcədən 16 və bundan da kök 2 çıxır. Doğru cavabımız 2. 76-cı sual müxtəsər vurma düsturlarıdır. Bir dəfə bunları çıxarıq, bir dəfə toplayarıq. 48-dən 32 çıxanda 16, 48 üstə 32 gələndə 80, 21-dən 19 çıxanda 2, 21 üstə 19 gələndə 40. 80 ilə 40 ixtisar gedər 2 qalar, 16 ilə 2 ixtisar gedər 8 qalar. Doğru cavab 8, 2-nin 16. 77-ci sual. Uşaq anadan olanda atası 25 yaşında idi. Burada söhbət edir uşaqdan, bir də atadan. Uşaq anada olanda 0 yaş, atanın isə 25 yaşı var idi. İndi onların yaşları cəmi 45-dir. Tutaq ki, uşağın yaşı x-dir, artıq atanın yaşı 25 plus x olacaq. Və bunlar x ildən sonra da, yəni artıq bunların cəm yaşları 45-dir. Onda biz bunları toplayarıq. X plus 25 plus x bərabərdir 45-ə. 2x bərabərdir 45-dən 25 çıxanda 20. X bərabər 20-ni 2-yə bölsək 10 olar. Bizdən nəyi soruşur? Uşağın neçə yaşı var? 10 yaşı var imiş. Növbəti 78-ci sual. 78-ci sualı mən sol tərəfdə yazacağam. Yer olmadığı üçün burada. Baxaq. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirib. Buradan həll edəcəm mən sualı. Buradan yazacağım. İki fəhlə bir işi cəm 8 saata yerinə yetirir. Birinci fəhlə, ikinci fəhlə. Şərtdə deyir ki, birinci fəhlə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Əgər birinci x saata yerinə yetirirsə, ikinci x plus 12 saat olacaq. Daha gec olur da bunun zamanı. Ona görə x plus 12. Və ikisi birlikdə 8 saata yerinə yetirir. 1 saata birincinin gördüyü iş x-da 1, ikincinin isə x plus 12-də 1 olur. Bərabərdir. Ümumi iş 1 saata 8-də 1 hissəsi görüləcək. Orta məxrəc bunların hasilidir. X vurulsun x plus 12. Çarpaz vursaq burada x plus 12 plus x bərabərdir 8-də 1. Çarpaz vurma burada yerinə yetirsək yenidən mötərizəni atsaq x kvadrat plus 12x bərabərdir. Kəsirin sürətində 2x var. 8-ə vuranda 16x plus 96. 8-ə 12-yə vurduq. İfadələrin hamısını bir tərəfə yığsaq x kvadrat minus 4x minus 96 bərabərdir 0. Demək, bu tənlikdə diskriminant 4 eləyir. Vuruqları ayırmaqla da ola bilər. Bizim bir kökümüz olacaq 4 minus 20 böl 2. Bu ödəmir, çünki kök mənfi olmaz. Yəni, zamandır bu. Obursu 4 plus 20 böl 2 olur 12. Və bizdən birinci fəhləni soruşduğu üçün doğru cavabımız 12 olacaq. İkinci soru sayıdı üzərində 12 gələrdi. Düzbucaqlı bucaqlarından birinin tənböləni düzbucaqlını çəkirik. Düzbucaqlının
bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Misal üçün olsun, bax belə. Tərəfi yarı böldüyü üçün belə bir işarə qoyuruq. Kiçik tərəfi 4-dür. Mən bu kiçik tərəfə 4 yazıram. Onda burada bucaqlar 45-45-ə ayrılır və nöqtə qoyduğum bucaqla o biri nöqtə qoyduğum bucaq daxilə çarpaz bucaqlar olduğu üçün onlar da bərabər olur, 45 olur. Yəni gördüyümüz bu üç bucaq bərabər yanlı üç bucaq imiş. Onda biz bu tərəfə də kiçik parçaya da 4 yaza bilərik. Eyni ilə digəri də 4 olacaq. Demək, perimetr bizdən soruşur. 2 vurulsun A plus B. Eni 4 oldu. Uzunluğu isə 8 oldu. Doğru cavab 24. 80-ci sual. Demək, burada oxşarlıqdan istifadə edəcəyik. Deməli, stolun üzərindəki dik duran qələmə ondan 150 cm məsafədə fənər tutulub. Deməli, baxın, bu məsafə bizdə 150-dir. 150-dir. Qələmin arxasındakı divarda 48 cm uzunluğuna kölgə yarandı. Və bu gördüyümüz, rənglədiyim hissə 48 cm-dir. Bunu tam uzataq. Burada 2 dənə düz bucaqlı 3 bucaq yaranacaq. Qələmin hündürlüyü 30-dur. Onu da yazıram bura 30. Və bizdən qələm ilə kölgəsi arasındakı məsafəni soruşur. Bax, bu x-i soruşur bizdən. Söhbət gedir bu düz bucaqlı 3 bucaqdan. Onda oxşarlıqdan belə istifadə edəcəyik biz. 150-nin 150 üstə gəl x-a nisbəti, yəni kiçik 3 bucaqla böyük 3 bucaq oxşardır. Bərabərdir 30-un 48-ə nisbəti. Burada 150 və 30-u ixtisar aparsaq 5 qalar. Alınar ki, 150 üstə gəl x bərabərdir. 48-i 5-ə vursaq 5, 8-in 40, 0, 4 yadda 5, 4-ün 20, o da 4, 24. X oldu. 240-dan 150 çıxsaq, doğru cavabımız 90 olacaq. Növbəti 81-ci sual. 22 şagirddən ibarət sinifdə yalnız rus dilini, Venn diaqramı çəkək. Rus dili, bir də ingilis dili. Yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Deməli, yalnız rus dilindən məqbul qiymət alanlara x desək, ingilis dili x plus 3 olur. Və deyir ki, hər ikisindən məqbul qiymət alanların sayı 7-dir. Yəni, kəsişməyə 7 yazırıq. Və bunların hamısını toplayırıq. X plus 7, üstə gəl x plus 3, cəm 22 şagirddir. Alınır 2x bərabərdir. 7 üstə 3 gələndə 10, 22-dən 10 çıxanda 12, x-imiz elədi 6 və bizdən yalnız ingilis dili fənnindən məqbul qiymət alanları soruşur. O da olacaq 6 plus 3 bərabərdir 9. Sağ olun.